خب بسم الله الرحمن الرحیم. Mehriban və bağışlayan Allahın adıyla və yadı ilə Məsnəvinin bir dənə də cələsələrini başlayırıq. Mən əziz və hörmətli danışçılara salam ərz edirəm və hər bir şeydən əvvəl Rəbiyül əvvəl ayının girməsini də əziz, mümin danışçılara təbrik və təhniyyət ərz edirəm. Öz gününüzü də sizə mücəddədən təbrik deyirəm. Danışçı gününü. Çün danışgahda da müxtəlif və mütənəvvi bərnamələr danışçı günün irtibatında olub və olur və olacaqdır gələnki həftələrdə də. Ona görə mən bu mövriddə heç danışmıram və müstəqimən və bilavasitə gedirik Məsnəvinin üstünə və Qaravaş və Şah nağılını idaməsinə ba həm qulaq asacaq. Amma o nağıla girməmişdən qabaq keçənki cələsələrdə bir dənə suali oldu. Mən o sualın irtibatında özümdən fikirləşirdim. Yetişdik bu beytə ki, xatirinizdə olsa, ola bilər ki, bəzi əziz dostlarımız da vardılar o cələsədə ki, o nağılda vaxtı ki, o qoca gəlir tabı kənizəki ya Qaravaşı dərman eləsin, onun gəlməsindən Mövləvi Şəmsin yadına düşür ki, necə Şəms gəlir onu dərman eləsin. Orada bir para Ovsafi Şəmsidən gətirir və از جمله اوصافتان bu beytə yetişir ki, چون حدیث روی شمس‌الدین رسید شمس چهارم آسمان سر در کشید. deyir, hala ki söz Şəmsidən gəldi meydana, yəni Şəmsüddin'dən gəldi meydana, Şəms-i Təbrizidən istirik ki, danışaq. Dördüncü asimanda olan günəş getdi gizləndi. Danışılan birisi məndən sual soruşurdu ki, burada Mevlana niyə 4 ədədini işlədibdir? Məsələn, bizim əflaki həftqanə də varımızdır. Eləyə bilərdi 7-ci asimandan ad aparsın və bu mövriddə danışsın. Mən bir orada qozara bir cavabı verdim. O cavab bu idi ki, bəli də bu sual mərbut olur bizim qədim nücuma ki, qədim nücumda mütəqidlər ki, günəşin yeri 4-cü asimanda olur. Və ona görə vaxtı ki, Şəms, yəni günəş, Şəms-i Təbriz, yəni özü bir günəş kimi çıxır, o birisi günəş ki, aləmi işıqlandırır, o utanır, gelir, gizlənir. Bu məzmunda biz buna cavab verdik. Amma mən istəyirəm biraz bu cavabımızı bu mövriddə biraz genişləndirək. Mən istəyirəm sizə bir miqdar sayı barəsində ya ədəd barəsində İslamda nə cür biz ədədə baxırıq, firqəha və nehləhay fikri və irfani ədədə nə cür baxır, 4 ədədinin burada nə caygahı vardı, icazə versəz bu zəminədə də bir bahəmlikdə danışaq. Sonralıqda mən əbiyyatı idamı verəcəm və sizin tövzihatınızı mən eşidəcəyim. Siz bilirsiniz ki, bu ədədlərin özlərinin bir tarixçəsi vardır. Məsələn, deyirlər ki, fərd ədəd həmişə müzəkkər olubdur və
zovc ədəd müənnəs olubdur. Ona görə Allahı biz Quranda ya ədəbiyyatda bir surətə bir dənə vaje-i müzəkkər işlətmişik. O rivayət var ki, İnnəllâhə vətərun yuhibbul vətər. Allah təhdi və təhliyi istər. Tək budən, fərd budən mənası. Bəzi rivayətlərdə belə gəlib ki, Peyğəmbər istəyirdi ki, iftar eləsin. İftar eləyəndə həmişə fərd xurmalarından iftar eləyərdi. Ya məsələn, bir dənə xurma götürərdi, ya məsələn, 3 dənə xurma götürərdi. Be xatir o təmayülü ki, fərd və ədəd fərd var idi. Hətta huruf əlifbanı da adlandıranda, məsələn, əlifə deyidilər fərd, bəyə deyidilər zovc və bu cür adlandırırdılar. Qapını döyməkdə qədim zamanlarda 3 dəfə qapını döyərmişlər. Ədədə 3 ki, ədədə fərd edər vaxən. Hətta Peyğəmbərin sirəsində də nəql olubdur ki, Peyğəmbər bəzi vaxt mühüm sözləri 3 dəfə təkrar eləyərmiş. Ədədə 3 və bunun fərd olması. Dini yaşayışda da baxanda görürsünüz ki, bəzi ibarətlərdə gəlibdir ki, در واقع İslamı siz 3 yerə bölə bilərsiniz. Biri İslamdır, biri imandır, biri ehsandır. Müsəlman odur ki, İslam gətirir, odur ki, iman gətirir, odur ki, ehsan edir. Nəfsi böləndə 3 yerə bölünür. Nəfsi əmmarə, nəfsi ləvvamə və nəfsi mütməinnə. Bu 3 yerə bölünmək. Hətta irfani bizim məktəblərimizə də baxanda bu seyr-i sülükü də 3 yerə bölürlər və hətta Peyğəmbərdən də bu irtibatda bir rivayəti nəql edirlər. Şəriət, təriqət və həqiqət. Ki şəriət Peyğəmbərin sözləri, təriqət Peyğəmbərin rəftarı və sirəsi. Çün ona niyaz yoxdur, mən gətirirəm də, elə o beyti oxudum. Təriqət Peyğəmbərin sirəsi və rəftarı və həqiqət Peyğəmbərin o halat-ı xası ki, buna əl verirdi. Ona görə bu 3 yerə bölünmək ya aşiqanə irfanda ədədi 3'ü biz görürük. Aşiq o, məşuq o, eşq ki, burada 3 ədədi görsənir. Ya abidanə və zahidanə məsələn irfanlarda zakir o, məzkur o, zikr eləyən və zikri eşidən və xud kələmi zikr. Bəzi ibarətlərdə ki, biz şiələrin barəsində nəql olubdur və çox yerlərdə siz görə bilərsiniz, bəzi məsacidlərdə və müqəddəs yerlərdə yazılanda yazılır Allah, Muhammed, Əli və bu 3 dənə bir dənə ədəd-i seyi در واقع təşkil verməkdə. Ya şiənin bir para batini və irfani düşüncələrində Muhammed, Əli və Səlman bunlar özlərini در واقع görsədilir. İstəyirəm bunu deyəm ki, pəs fərd ədəd və bu 3 ədədi در واقع özünü görsədir. Bu hala İslami və irfani baxışımızdadır. Əgər mən istəyəm, məsələn, bunu ayrı bir məktəblərdə, ayrı bir ədəbiyyatlarda da müqayisə eləyəm ki, əlbəttə çox genişli ola biləcəm. Məsələn, Fisağrəsin düşüncəyində, o müsəlləsin, o söz ezillərin, sonradan framasonlər bu 3 ədəddən istifadə elədilər. Özü bir dənə uzun bəhsidir. 4 ədədinə yetişəndə görürsünüz ki, bu 4 ədəd gənə çox özünü görsədir. O ənasir-i ərbəə ki, yeldir, oddur, topraqdır və bir nə mənədir? Topraqdır, oddur, yeldir, sudur. Bu 4 dənə bizim ənasir-i ərbəəmizi در واقع ilə təşkil edirlər. Mürəbbənin 4 dənə zilli
olmağı və bir para irfanı əqidələrdə gənə gəlibdir ki, bizim İslami irfanımızda gəlibdir ki, Allahın 4 dənə ovtadı, 4 dənə qutbu həmişə bu aləmdə neynir? Huzur tapır və bu aləmdə nazirdir. İnki Allahın yanında həmişə 4 dənə firiştəyə əzəm ilahi otururlar və aləmin müdiriyyətində bunların nəqşilər olur. Mikail, Cebrail, İsrafil, bu cür bir İsrail, bunlar aləmin idarəsində bunlar müşarikət eləyirlər. Meyyiddə biz 4 dənə Allah-u Əkbər deməyimiz, Xulafai Raşidinin 4 dənə olması, İslamda 4 dənə məktəb fiqhi, Həmbəli, Şafii, din Hənəfi, Maliki olması, inki bir dənə müsəlman eləyə bilər 4 dənə xanım ixtiyar eləsin. Ya o ki, bir dənə zinay muhsiniyyət 4 nəfərin şəhadəti hətmən lazımdır. Ədədə 4-ü Nəhcü Bəlağədə bərrəs eləmək ki, Həzrət Əli neçə yerdə bu 4 ədədinin üstündə çox işləyir və təqsimlər eləyəndə aparır 4 səmdə, məsələn. İman 4 yerə, 4 dənə rüşnüdən təşkil tapıbdır və siz bunu 4 yerdə görə bilərsiniz. Bu ədədi در واقع 4-ün əhəmiyyətini nişan verir. Mən bir miqdar bunu artıq bərrəsi eləyəndə gördüm ki, İxvanus Səfa ki, bir dənə tayifə fəlsəfi və irfanidir ki, dövrə Əbbasidə bunlar şəkli tapırlar. Və o zaman ki, Məmun təsmim tutur ki, Şiənin kökünü vursun və çox herfeyi gəlir qabağa. O da bu idi ki, o qədər fəlsəfi kitablar tökür, Yunandan tökür, İslamın təməddünün içinə deyir, qoy bunlar geçsin o səmtə, ta bir para məarif məxsusən Əhl-i Beyt və Şiə aradan geçsin. Orada bir para bizim Şiə və düşünən insanlar və arif və filsuf insanlar bir gruh fəlsəfi, siyasi, gizlin təşkil verirlər be namı İxvanus Səfa. Bunlar yaxın və 50 dənə məqalə yazırlar, gizlin bu məqalələri neynirlər, paylaşdırırlar o yan bu yanda. Bunların bir para özlərinə görə etiqadları varırdı. Az cümlə, məsələn, həman o təbayi çaharqanə ki, mən ad apardım, burada ayrı surətdə istilik, soyuqluq, yaşlıq və quruluq, ondan sonra 4 dənə bizim fəslimiz olması, bahar, qış, yay, yaz və mükəvvinat-ı çaharqanə ki, aləmdə vardır, mədəndir, giyahdır və heyvandır və insandır. Hətta mavəra-u təbiətdə də bunlar 4 bölümünə gedirlər. Allahdır, əqli kollidir, nəfsi kollidir və o həyula ya maddi nüxustindir ki, bunlar ad aparırlar. Əgər Ərəstu vaqən deyildi ki, insan bir dənə balaca bir dünyadır, İxvan dünya tanınmaq üçün bir dənə nəzəriyyə verirlər. O da budur ki, dünya bir dənə bir böyük insandır. Əgər siz istəyəsiniz, dünyanı tanıyasınız, gərək insandan bunu başlayasınız. Bunlar işarə edirlər ki, bəli, bu ədədi 4 bizə çox mühüm olub. Hətta Peyğəmbər xatirizdə olsa, o uşaqlıqda ki, müsafirət eləyir və gedir, 4 dənə rahiblə ya keşişlə orada görüşür. Boceyra ya Boceyra və Zərir və Təmmam və İdris, bunlar o rahibləri olub ki, Peyğəmbər uşaqlıqda ki, vaxtı o ticari karvanla Xədicənin karvanında işlirdi və gedirdi, orada onlarla görüş eləyir. Pəs mən 4 ədədindən yavaş-yavaş gəlirəm eşiyə. 5 ədədinin barəsində də bir qıssa həm danışaq. İrfani əqidələrdə belə gəlib ki, o Allahın axırdakı hey kələməsi ki, yapışıbdır o Allaha, bu 5-ə bənzəyir. Və İslam dinində biz ərkan eləyə bilərik 5 dənəyə yetişək. Şəhadəteynidir, namazdır, oruçdur və həccidir və zəkatdır. Bunlar İslamın rüknlərini və sütunlarını در واقع təşkil edir. O ki bizim yevmiyyə namazlarımız 5 dənə olur. O ki ali əbab 5 dənə olur. O ki ulul əzm peyğəmbərlər 5 dənə olurlar.
O ki imanın rüknü 5 dənə olur. Allaha, firiştələrə, kitablara, peyğəmbərlərə və qiyamətlərə iman tapmaq. Bu ədədi 5-in əhəmiyyətini bizim irfani və İslami baxışıqlarda göstərir. 6-cı ədəd o budur ki, Allah aləmi 6 gündə yaraldıbdır və arının pətəsi və o kəndusu 6 dənə quşədən در واقع zil edən təşkil tapıbdır və qəbr-i şişquşəyi در واقع kim? İmam Hüseyin ki, yaxınlarda gələndə, hətta əgər iştibah eləməsəm, siz təsih elərsiniz də, mən onu şişquşə ya həşquşəsində itminanım yoxdur. O zorxananın qodisinə girəndə və orada bir şişquşə ya həşquşə bunun təşkil tapmasının özünün bir dənə o ədəddə bir bəhsi var. 7-ci ədəd ki, çox mühimdir və o budur ki, biz Kəbəni 7 dövr dolanmalıyıq. 7 dənə daş biz şeytana atmalıyıq. Samilərin də nəzərində bu 7 çox mühim olubdur. O ki, Qur'anın 7 dənə bətni vardı. Bu 7 dənə bətnə əl tapmaq özü xod Nəhc-ü Bəlağədə də bu gəlibdir. O ki, Qur'anı 7 cürə biz eləyə bilirik, oxuyaq və namazın rəkatı ki, 7 cüzüdən təşkil tapıbdır. 7-ci imamın nəqşi bizdə çox olubdur. O qədər çox olubdur ki, hətta bir dənə şiədə 7 imamı در واقع təşkil tapıbdır. O ki, cəhənnəmin 7 dənə qapısı vardı. 7 dənə qapısı vardı. O surə-i Hücərdə buna işarə olunurdu ki, cəhənnəmin 7 qapısı var, amma behiştin 8 qapısı vardı. Pəs bu ədəd-i 7 ölünün 3-ü 7-sini saxlamaq öz içimizdə. Həftənin 7-si der var. Bunlar bizim içimizdə bir mühim say olublar. 8-ci ədədə gəlmək o budur ki, belə nəql olubdur ki, ərş-i ilahini ya Allahın o ərşi ki gəlibdir, bunu 8 dənə firiştə bunu həml edirlər. Hovuzçələr ki düzəlib 8 zil idə məmulən bu hovuzçələri düzəldərlər. Behiştə ki işarə elədim ki, behiştin 8 qapısı olur və sonra müfəssirlər buna işarə edirlər ki, bir qapısı Allahın rəhmətidir, açılıbdır ki, ta orada cəhənnəmə qələbə eləsin. O ki, Budanın 8 dənə təlimatı vardı, öyrədir ki, 8 dənə siz eləyə bilərsiniz, yol gedərsiniz. Hətta Nəqşbəndiyə orafaların da 8 dənə amuzələri vardı. Qolestanın 8 dənə fəsli vardı, o 8 fəslidən şəkil tapır, ya qapıdan şəkil tapır. Bunlar ədəd-i در واقع 8-in əhəmmiyyətini در واقع nişan verilir. 9 ədədi ki, müsəlman türklərinin içində özünə görə çox əhəmmiyyət tapıbdır. O budur ki, bunlar mütəqidlər ki, həman 9 ya 9 در واقع به معنای هدیه‌dir türk ədəbiyyatında və bunlar hediyəni də istərdilər ki, birinə bir hediyə versinlər, toxfa versinlər. Çalışırmışlar ki, həmişə bu 9 dənə sayı doldursun bu hədiyə. 10 kəmal etmam ədədləridir. Yəni ədədlər kəmala yekşəndə 10-la əşərətun müstəbşirə, yəni o 10 dənə peyğəmbərin səhabəyə məxsus ki var idi. Və 10-cu gün şiələrin içində, bizlərin içində Aşura günü ki, İmam Hüseynin şəhadət günüdür. Çox əzəmətli bir gün olubdur. Yazda həm barəsində mən çoxlu itilat ələ gətirəməmişəm. 12 ədədi şiə, biz şiələrin 12 dənə imam olması, 14-cü ədəd ki və 18-ci ədəd bir para dərvişlərin arasında hörməti və ehtiramı var idi 18-ci.
18 beyt əvvəl Məsnəvi ki, həman Neynamədir. Bu qədasətdən bir növ bərxurdar olunur və nəhayətdə 40 ədədi ki, ارزش ابجدisi حرف میم ilə در واقع برابرdir. Mim معادل ədədisi 40'dır. Mim həmandır ki, o Şeyx Məhmud Şəbistərinin şeirində də vardı ki, Əhədlə Əhmədin təfavutu bir dənə o mimdədir və o mim ədədi 40'ı در واقع neynir? Burada bizim zehnimizə bir növ tədayi edir. Xanım Anmar Şimelin siz o kitablarını oxusaz, o pədidarşinası baxışı ilə ki bir İslam'a baxır, orada 28 günü ki qəməri bizim ayımızı təşkil verir və 28 dənə hərf ki əlifba vardı, bu 28 ilə o 28'i ba həm birləşdirir və onun arasında bir nisbəti qail olur. Məsələn, Taha ki Peyğəmbərin bir dənə adlarındandır, hərf-i tayı orada gətirir ki, hərf-i ta ərziş ədədisi həman 14'dür və 14 qursi kamil aydır ki, ay təkmil olur. Ayın təkmil olması irfani baxışıqlarda Peyğəmbərin zuhurunu zehnlərə tədayi edir. Ona görə bir para burada da xas bir əqidələr yazılır da, məsələn deyilir ki, əncir ağacını bir para bizim ariflərimiz mütəqiddir ki, yandırmağını bunlar düz bilməzdilər. Deyərlər bəran ki, əncir ağacının yarpağı ilə Həzrəti Adəm və Havva در واقع bunlar özlərini puşeş verdilər və ona görə çün puşeş verdilər, övrətlərini gizlətdilər. Ona görə bu yarpaqların bir növ qidasəti vardı. Bu gül irtibatında məsələn roz gülünü ya Qol-i Muhammədi ki bizim varımızdır, bir para rivayətlərdə gəlibdir ki, xub bunu در واقع Peyğəmbər çox sevərdi və öpərdi. Bir dənə ariflərdən Sombol Əfəndi qarni 16'ım cüz o urafay türküdür bu. 16 miladidə bir yol bunun əhvalında nəql olur ki, ustad buna deyir ki, şagirdlərə deyir və deyir ki, siz در واقع bu özü şagirdlərə deyir ki, gedin yaxçı gülü bağda dərin və mənə gətirin. Tamamı müridlər, tamamı şagirdlər gedirlər hərəsi o yaxçı gülləri dərirlər, gətirirlər. Amma bunların içində bir dənə bunun şagirdi var idi ki, o gülü ki qurumuşdu və yarpağı tökülmüşdü, onu dərir və qopaldır, gətirir, ustada təqdim eləyir. Deyir, sən niyə bunu gətdin? Deyir ki, mən getdim, gördüm, bu güllərin hamısı daimən zikrə məşğuldular, Allah'ın razı niyazda və təsbihdədirlər. Bu gül təzə zikrini qutarmışdı, yorulmuşdu. Mən ona görə bunu در واقع qopatdım və gətdim və soralıqda da bu həman ustadın canişini olur. Yadımızdan çıxmır bu ki, Həzrət Əlinin bir dənə ləqəbləri Əmirun Nəhlmiş. Əmirun Nəhl, yəni əmiri zəmburlar və arılar. Bu yaddan çıxmır ki, bizim tariximizdə də belə gəlibdir ki, arılar cənglərin birində və gəlir və Həzrət Əliyə köməklik eləyir. Bu baxışıqlara siz baxanda ki, در واقع bir növ ədədə və bir növ heyvana irfani baxışıqlara baxanda adam bir para dərsləri alır. Məsələn, Peyğəmbərdən nəql olubdur ki, Peyğəmbər deyir ki, pişiyə məhəbbət eləmək bəxşi az imandır. Ona görə gedin danışqan, servisdə nə qədər bu pişiklərlə məhəbbət eləyirsiniz, eləyin. Ona görə hətta nəql olubdur ki, əgər pişiyin ağzı bir dənə suya dəysə, o suyu mundarlamırsınız, o su ilə eləyə bilərsiniz, təharət alasınız və eləyə bilərsiniz, hətta vuzu da alasınız. Belə nəql olubdur ki, Əbu Hüreyrənin pişiyi Peyğəmbəri bir dənə ilanın səmmindən qutarır və Peyğəmbər əlini çəkir o pişiyin belinə və çün Peyğəmbər belə nəql olubdur, əlini çəkib pişiyin belinə, heç vaxt siz pişiyi şürəyi üstə görənmirsiniz. Yəni çətin pişiyin şürəyini yerə vurmaq olur. Amma itin barəsində bu cürdə, ilk üçün gəlirsən namaz qılanda sənin namazı vurur bir-birinə, bir dənə dəlaili ki, biz
iti در واقع nəcis bilirik. Bir dənə dəlili bu ola bilər. Mən çox bu zəminədə işlirdim, fikirləşirdim ki, biz məsələn səq əshab-ı kəhf varımızdır Quranda. Ki, o cayqaha gəlib yetişir. Niyə biz soralıqda gəlirik, məsələn, iti bu cür nəcis görürük? Bir dənə dəlilisi bu olur ki, it bimuhavə bir heyvandır. Sən ibadətə məşğul olan ləhzələrdə səni saymaz və sənin ibadəti vura bilər bir-birinə, amma pişik bu işi görmür. O gedir aram və sakit oturur bir quşədə. İtin həris olmağı, təmmə olmağı bir əvamili olur ki, bunu neynir? O səmtə در واقع aparır. پس ədəd çaharın barəsində ki, Mevlana burada işlədir ki, niyə vaxtı ki Şəmsüddin Təbrizi gələndə dördüncü asmanda olan günəş gedir, gizlədir. Bir dənə də ayrı bir əqidə, ayrı bir fikir burada yaymaq olar. O da budur ki, siz yadınızdadır ki, hətmən də oxuyubsunuz ki, Peyğəmbər meyraca gedəndə neçə dənə asmanlardan rədd olur. O cür ki, nəql olubdur və gəlibdir. Fəzailul xəmsə min səhahı sittədə ki, bir dənə əhl-i təsənnünün kitablarındandır. Orada nəql olubdur ya Quruh İlahiyyatda ki, mən cüzve Əl-Meyracı Qoşeyridən orada tədris eləyirəm. Orada da bu nəql olunubdur ki, Peyğəmbər demək olar 7 dənə o asmanları görür. Məsələn, əvvəlincə asman həmin dünyadır ki, orada gedir Həzrəti Adəmi görür. İkinci dünyada gedir İsa ilə Yəhyanı görür. Üçüncü dünyada Həzrəti Yusifi görür. Dördüncü dünyada İdrisi görür. Beşinci dünyada Harunu görür. Altıncı dünyada Musanı görür. Və yeddinci dünyada da Həzrəti İbrahimi görür. Əlbəttə bunların osafları var. Orada tavsif olub bu kitabda ki, onlar nə qiyafədə idi, Peyğəmbər onları nə şəkl-i şəmaildə orada görür. Ola bilər ki, Asman-ı Çaharrum buna da işarə eləsin ki, İdris xub həmandır ki, biz dərəsədən, yazmaqdan, qələmdən, kitabətdən o bizə dərvaqə benoyi, o Peyğəmbərdən bizə yetişilibdir ki, şəms gələndə kitabət məsələn tətil oldu. Bu da bir növ o beytidən təfsir ola bilər. Bir dənə də ayrı mənisini istəyirəm deyəm. O da budur ki, Peyğəmbər o gənə irfani təqsimlərdə bu 7 dünyanı bölməkdə deyirlər ki, birinci dünya həman bu dünya, ikinci dünya bərzəx aləmi, üçüncü dünya aləmi əql, dördüncü dünya aləmi ruh, beşinci dünya əsma və sifat ilahi, altıncı dünya aləmi zat, yeddinci dünya aləmi fəna. Və burada dördüncü dünyanı ki, görürsünüz, aləmi ruh adlanıbdır. Bu mənidə beytidən adlana bilər ki, şəms gələndə, dərvaqa şəms bir dənə mücəssəmi ruhudur. Ruh-i tamam əyarıdır. Gəldi və neynədi? Burada zuhur elədi. Xub, bu tozihlər mən fikirəm bu beytin irtibatında kifayət elər. Əgər icazə buyursaz, mən əran ki, öz bəhsimizdən də uzaq qalmayaq, mən o birisi beytləri oxuyub və sizə tərcümə eləyəcəm. Əlifurun elə bir sualı var, hə? Xub, burada oxudum ki, İsa ilə Yəhya asmanı dovvumdaydı da. Məgərin ki, siz onu bir mənabeydə gətirəsiz. Gətirəsiz. Aha. Çox yaxşı. Xub, پس چون حدیث روی شمس الدین رسید شمس چهارم آسمان سر در کشید. Vaxtı ki Şəmsüddinin sözü gəldi meydana, dördüncü asmanda olan günəş getdi gizləndi. Vacib ayət çون که آمد نام او şərh rəmzi گفتن از انعام او. İndi ki qərar oldu Şəmsidən biz ad gətirək, biz rəmzidə danışacaq. Rəmzidə, özünüz bilirsiniz də, bir vacib Qur'anıdır ki, Zəkəriyə o vədə verilir ki, sən uşaq sahib olacaqsan, deyə nədir? Deyirsən, xub, nişanəsi budur ki,
sən rəmzinə millətlə danışacaqsan da, burada işarə ilə söhbət eləyəcəksən. این نفس جان دامنم برتافته است، بوی پیراهان یوسف یافته است. بوی پیراهان یوسuf da gene işarə eləyir Qur'ana ki, o köynəyi gətirirlər Həzrəti Yaquba və orada deyir ki, فَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ لَوْلَا تُفَنِّدُونِي. Vaxtı ki, o karvan uzaqlaşdı və bunlar dədələr bunlara dedi ki, mən Yusuf'un iyini anlıram buradan, əgər siz məni cic tanımayasınız. Ləvla tufənnid. Əgər məni cic tanımayasınız, əgər deməyasınız ki, bu huşun əldən veribdir, mən Yusuf'un burada iyini dərvağa anlıram. O köynəkdən ki, gətirirlər ki, qurt ya canavar bunu dağıdıbdır. Ta زمین و آسمان خندان شود، عقل و روح و دیده صد. بله او بیت از برای حق صحبت سالها، بازگو حالی از آن خوشحالها. حق صحبت kələməsi به معنای مصاحبتdir da. Söhbət به معنای danışıq deyil. Söhbət yəni həmrahlıq eləmək, müsahibət eləmək. Məsnəvidə bu kəlmə çoxlu yerdə işlənir. Fəqrxahi an به صحبت qaim است. فقر burada yəni irfan. Fəqrxahi an به صحبت qaim. Əgər irfan dalısıca istəsən olasan, müsahibətlə bu imkan pərzədir. Kiminlə istəsən oturasan, buradan yavaş-yavaş sən irfanı başlamalısan. Ni zəbanət kar mi ayəd ni dəst. Da burada nə dil işə gələcək, nə əl işə gələcəkdir. Hər vəli ra nuh و کشتیبان şənas. Vəli, o ki vilayət vardı, o nəzər Mevlana'da budur ki, o həman Nuhdur, o həman kəştidir. Hər kim vilayətə əl tapdı, o kəştiyə mindi, o kəştiyə səvar olubdur və o nəcat tapacaqdır. Əlbəttə mane var qabaqda. Mane nədir? Sohbət این خلق را tufan şənas. Müsahibət eləyəsən, naəhl insanlarla o sər qoymayacaq minəsən o keşdiyə. Pəs müsahibətin özü bir dənə yollardandır ki, bizi vilayətə çatdıra bilər. Hafız da şeirlərində gətirir. Bə haqqi söhbət edirin ki, hiç məhrəm raz به یار یک جهت حق گزار ما نرسد. Mən o müsahibəti ki, sizinlə eləmişəm, ona and içirəm ki, hər kimlə istəyəsən, sən müqayisə eləyəsən, ona çatmayacaqdır. Yar əgər rəft o haqqi söhbəti dirin nəşnaq, haşə lillah ki, rəvəm mən zepəyə yar edəgər. Əgər Allah məndən bir ləhzə üz çöndəribdir, xub çöndəribdir. Mən bu məniyə dəyir ki, mən onu ötürəcəm və gedəcəm ayrı bir şəxsin dalısıca. Pəs از برای حق صحبت سالها. burada صحبت که به ساکن و خیرخواه به ضرورت شعره ده. در واقع جای اخیادق از برای حق صحبت سالها. چون من şəmsinə çox müsahibət eləmişəm. İllər boyu onunla oturub durmuşam. Ona bir haq gətirib mənim boynuma. Bazgو حالی از آن خوشحالها. Bazgو ərəblər deyər əyid. Yəni bunu təkrar eləyəcəm. Bazgو. Bir dənə sözü bir dəfəndə. Ya bir də məsələn Quran hifzlərinə gedəndə görəsən məhafil ərəbidə bir dənə deyirlər əyid. Yəni bazgو. Bir dəfəndə o təzdən oxucunan onu. Yəni bir sözü در واقع burada təkrar eləmək. Bu kəlmə bazgو irtibatında da elə bir Mevlana'nın da çox xoşuna gəldi ki, bir sözü məsələn açsın, bir dəfə də bunu təkrar eləsin. Bu təkrardan həm ləzzət alırdı, həm də çox fayda eləyə bilirdi, birinə yetirsin. Bazgو از نجد و از یاران نجد تا در و دیوار را آری به وجد. Burada var. Ya Həzrət Əli əleyhissalamın nağılında ki, Ömər ibn Əbdəvədlə orada gətirir əz Əli amuz ixlas əməl şir həqradan münezzə az dəqəl. Orada yetişir ona ki, bazgو ای باز پر افروخته با شه و با ساعدش افروخته. Həzrət Əliyə bu təbir işlədir ki, باز پر افروخته. Bir dənə şahin kimindir ki, bu qanatlarını açıbdır və
özünüz bilirsiniz da ki, məsələn, bizim ədəbiyyatımızda şahin və bazın yeri haradır? Yeri şahın çiynində oturmaqdır. Yaxuntərin adamdır şaha. Şah kimdir? Allahdır. Həzrət Əli kimdir? Şahdır ki, onun çiynində oturubdur. Bunu Mevlana işlədibdir. Bazgو ای باز پر افروخته با شه و با ساعدش آموخته Bazgو ای باز عنقاگیر şah. Sen her bazda dersen ha, her şahin dersen ha. Sen bir şahinsen ki, burada neyniysən? Ənqalar tutursan, simorğular sən tirindən qutulanmır, sənin torundan çıxanmır eşiyə. Ey sepah eşkən be xud, niba sepah. Özün bir dənə sepahsan, sənə sipah lazım deyir. Pəs, bazgı irtibatı da, kələməsinin irtibatında da bir miqdar danışdıq. Hal kələməsindən də biraz danışaq sizə. Əzizlər, bizim irfanımızda bir dənə hal varımızdır, bir dənə məqam varımızdır. Bundan bir miqdar təfavutları vardır. Hal, در واقع همان به تعبیر فرنگی استیت، مقام استیشن. استیشن یعنی ایستگاه و مقام و bir yerdə dayanmaq. State yəni bir halı ki, به نوعی onda تغییر و دگرگونی و dəyişilməklər در واقع vardır. Bir təfavut da halına məqamın var. O halı məqam budur ki, halda elə bir inayətlər Allah tərəfindən olur sənə və o sənin tərəfə gəlir və səni tutur. Məqamda sən ona sarı gedirsən. O qədər zəhmət çəkirsən, şayad o sənə baxmır. Şayad o sənə təvəccüh eləmir. O Hafizin bir şeri var ki, آنان که بود آیا در نمندش او غزل آنان که کیمیا کنند آیا بود که گوشه چشمی به ما کنند. یعنی حافظ حالا مقامdan çıxmayıb eşiyə. O hal axtarır در واقع orada. خب پس المقامات مکاسب و الاحوال مواهب. Məqamlar kəsb olandılar. Mavahib yəni hediyə olanlar, əhval da nədirlər? Məvahibdirlər. Suhrəvərdi bunu Əvarif Maarif kitabında çoxlu gətirir və bizim də sufilərin əhvalında yazılıbdır ki, asarlarında belə gəlibdir ki, xub hal در واقع 7 dənədir. Həman ədədə 7-yə yetişirik. Qurbudur, məhəbbətdir, xovfudur, rəcadır, şovqudur, müşahidədir və yəqindir. Amma məqamdır. Gənə həman bu 7 dənədən təşkil tapır ki, tövbədir, vərədir, zuhdudur, fəqridir, səbridir, təvəkküldür və rızadır. Bunlar hamısını biz məsnəvidə biz görəcək. Həmandır ki, əttar bunlardan təht ünvanı həft vadi bunlardan neynir? Adlandırır. Gofت ما را 7 وادی در ره است چون گذشتی 7 وادی در گه است. Bu əttardandır ki 7 وادی طلب آغاز کار وادی عشق است از آن پس بی کنار. پس bunlar ki خب əttar neynir? Bir və bir bunları sayır. Pəs sevon vadi از آن معرفت. 3-cü vadi mərifət. Həs 4-cü vadi istiğna sifət. 4-cü məqam در واقع istiğnadır. Həs 5-cü vadi توحید پاک. 5-ci həman توحید. Pəs 6-cü vadi heyrət səbnaş. 6-cısı ki çox xətərnaş və qoxmalı bir vadidir. O da heyrətdir. 7-min vadi faqr است و فنا بعد از این vadi روش نبود تو را. 7-cisi həman faqr و fanadır. Eşidək Ustad Heydər Əbbasidən görək ki, sizə bu beyti türkücə nə cür çöndəribdir. Az برای حق صحبت سالها بازگو حالی از آن خوشحالها. Qoyma çöktürsün bizi qəmlər düzə. Düzə yəni dəşt, damən, düz. Qoyma çöktürsün, köçütsün də, aparsın. Qoyma çöktürsün bizi qəmlər düzə, açınan söz hallı günlərdən bizə, Şəms-i Təbriz dünya nədir bir aldanış. Bu beyti Ustad 2 dənə beyti də tərcümə eləyibdir. Şəms-i Təbriz dünya nədir bir aldanış. Aldanış ya allanış,
allatmaq da, dünya darul qurur da, Nəhcü bəlağədə. Qurur yəni allanmaq. Hamımız buna allanırıq. Şəms-i Təbriz, dünya nədir bir aldanış? Gəl bizə xoş gün sürənlərdən danış. Xoş gün sürənlərdən danış. O xoş günləri ki, ba həm keçirmişik, haqqı söhbətlərdən, onların barəsində bizlə danışsın. Ta زمین و آسمان خندان شود عقل و روح و دیده صد جلمده بله تا زمین و آسمان خندان شود عقل و روح و دیده صد چندان şəvəd. Elə bizə o günlərdən sən danışacaqsan ki, yer, göy güləcəklər. Əql, ruh, göz bunlar neçə bərabər artacaqdır. Ta ki gülsün yer göyün gülməz üzü, sürmələr sürmələnsin şovqudan ağlın gözü. Ağlın gözü. Elə bir məsələn ağla bir dənə göz veribdi. Şovqudan bu gözə sürmə çəkibdi. Axı biz hər hal xanımlar qədim arayışda indi baxma o yan bu yanlarını gəlirlər, əməl eləyirlər. Qədim zamanlarda bunların bextərin gözəllikləri gözlərinə sürmə çəkmə idi. O da birdən məsələn bir yaxşı bir hadisə olurdu, yaxşı bir ittifaqı düşəndə neynirlər bunlar sürmə çəkirdilər. Deyir ki, çün sən Şəmsidən danışırsan, ağır gözlərinə neynir? Sürmə çəkir ki, nəcürsən bu şəxsiyyətdən danış. Ta ki gülsün yer göyün gülməz üzü. Gülməz üzü. Yer göy axı gülməyəcəkdir. Sənəti personifikasiyonikaldır da. Sənəti təşxisdir da. Yer göy, yəni yerdə göydə olanlar. O ki Quranda deyir, İnna ərəznəl əmanətə ələs-səmavat vəl-ərz vəl-cebal. Yəni göy o, yer o, dağlar, yəni göydə, yerdə dağlar olanlara. در واقع məcazdır da, məcazi hall و məhəl da, uləma-i bəlağət bunu bu cür işlədir da. Əlbəttə bu məcazın içindən irfani bəhslərdə çoxlu istifadələr olunur ha. Yəni burada ələn məsələn fürsət yoxdur da, mən açam İbn Ərəbi o Fususul Hikəm kitabında, Futuhatda əslən isbat eləyir ki, bu aləm məzhərdir, məzhər xudavəndidir. Və məzhər xudavənd nə mənədir? Məzhər xudavənd nutqdır. Nutq məzhərdən ayrılmalıdır. Hər nə görürsən bu aləmdə hamısının nutqu vardır. En min şeyin illa nə mənə? Yusabbihu bihamdi. Ayə Qur'anıdır da. Heç şey bu aləmdə tapanmazsan ki, sən onu təsbih eləməsin. Təsbih yəni şənavər olmaq, üzmək. Necə suda sən vəznin azalır, məsələn, necə? Aləm eyni elə bir su kimindir? Biz aləmdə üzürük be səmt o dərə. Kullun fi fələkən yəsbəhunda. O şənavər olmağı burada nə deyir? در واقع gətirir. Əziz danışçılar, mən icazə istəyəcəyim bu beytin irtibatında, əqlin də irtibatında bir qıssa danışaq. Axı siz bilirsiniz ki, Mevlana əqlinlə işi vardı, əqlinlə çox çalışacaqdı, əqlinlə pəncə-pəncəyə qoyacaqdı, əqli böləcəkdi, deyəcək ki, hansı əqllər bizə muridi qəbuldur, hansı əqllər biz istəyirik, əql eşqin qabağında nə cür dayanmalıdır. Ona görə mən bir qıssa bu əqlin irtibatında sizinlə danışım. O budur ki, rizən ya əql iki dənə təsvir yaratmaq olar əqlidən. Bir əqli budur ki, bir dənə mənbədir, mənbəyi qudrət və quvvətdir ki, eyni bir dənə ənbar kimidir. Yəni siz müxtəlif kalaları orada siz ənbar edirsiniz. Bu bir dənə bərdاشtdır əqlidən. Bir dənə də bərdaşt budur ki, əqli bir dənə karxanadır, bir dənə aşpazxanadır. Orada sən mürəttəb məşğulsan, bir dənə kala tövlid edirsən. Və mühimtərin kalası orada bir dənə idədir, bir dənə fikirdir. Fikr در واقع əqlidən aid olur. Onun poxtu və onun məhsulu ki, aşpazxanadan çıxır eşiyə در واقع nə mənədir? Fikridir. Pəs bu bir dənə təsvir. Bu əlbəttə müasir təsvir.
Klassik təsvirlərə də baxanda görürsünüz ki, məsələn, Həzrət Əli Nəhcü Bəlağədə əqli 2 yerə bölür. Deyir, əl-əqlu mətbuun və məsmuun. Əql biri mətbudur, biri məsmudur. Mətbu odur ki, Allah veribdir sənə. Məsmu odur ki, sən özün çalışırsan, onu ələ gətirirsən. Yəni, o çalışıb ələ gətirmək nə mənadır? O həman təcrübədir. Məsələn, təcrübələrdən sən dərs alırsan, iştibahları təkrar eləmirsən. Sən olursan əqilli bir insan. Və o namə ki var ki, Həzrət İmam Həsənə orada yazır ki, və iyyəkə və ittikal ələl munafə ənəhə bəzayunuka vəl-əqlu hifzu təcarib və xeyrə ma cərrəbtə ma vəzər. Orada ki, deyir ki, məbada sən arzuya teşkil eləyəsən, arzu səfeh insanların sərmayəsidir. Əqli və teşkil eləyən, əql ibarətdir, hifzi təcrübə, yəni təcrübəni saxlamaq. Burada əqli məsmua Həzrət işarə eləyir. Pəs əl-əqlu əqlan فمتبوع و مسموع. عقل چی جوره؟ متبوع مسموع. لا ينفع مسموع اذا لم تكن متبوع. اگر Allah vermişdən bir nəsibi sənə olmasa, mütməyin ol, nə qədər çalışasan burada bir fayda aparmayacaqdır. Xob, kəma la ينفع ضوء الشمس و ضوء العین ممنوع. Əgər günəşin də bir işığı olmasa, sən o birisi işıqlarla eləyənməyəcəksən, çox yerə gedəsən. Rivayəti Peyğəmbərdən nəql olunubdur ki, ma xələqəllahu xəlqən əkrəm əleyhi min əql. Allah heç bu məxluqatın içində əziztər və geramitər az əql در واقع yaratmadı. Pəs hukamadan da nəql olubdur ki, ət-təcaribu liqahul uğul. Liqah yəni nə mənə? Liqah, xub, abistan eləməkdir. Təcrübələr gəlir, əqllə abistan edir. Necə məsələn, o bəzi ağaçların irtibatında, püstədə, məsələn, xurmada gərək yel gələyə bundan yarpaqlarının nərumadəsi ilə sürtüşlərələr der vaqa bir-birlərinə ta bunlar bara oturarlar və meyvə gətsinlər. Təcrübələr də gəlir, əqilləri ucu barlandırırlar. Pəs təcrübələr liqahul uğuldular. Mevləvi də bunu gətirir Məsnəvidə, 4-cü dəftərdə. Əql dو əql است. Əvvəl məksəbi ki در آموزی که در مکتب səbi. Bir uşaq necə məktəbdə gedir, zərəbə öyrənir, əvvəlin əqli budur. از کتاب و استاد و فکر و ذکر از معانی و از علوم خوب و بکر هر bir şey orada öyrənir da ulumdan, mərifətdən, zikridən, fikridən عقل تو افزون شود بر دیگران لیک تو باشی ز حفظ آن گران. Bəli, burada sən yavaş-yavaş ağırlaşırsan. Bu sənə bir hüviyyəti bağışlayır. عقل دیگر بخشش یزدان بود چشمه آن در میان جان بود. Bir ayrı bir əql də var. Onun çeşməsi üstə bağlanır. Bu həman əql mətbud. Üstdən bu əql sənə verilir. Xob, bu kafi deyir, əziz dostlar, əqlin irtibatında. Mevləvi Məsnəvidə əqli 2 yerə bölür. Bir əqli pəsəndidədir, yaxçı əqldir. Həmişə bundan sitayiş edir. Bir əqli məzmumdur, pis əqldir. Buna həmlə gətirir. Ona görə siz yer və yerdə bunu görəcəksiniz. Oxuduqca, dəftər bir dəftər görəcəksiniz ki, Mevlana harda hansına gedir, hansına üz gətirir. Məsələn, əqli pəsəndidə ya yaxçı əqldən bu təbirlər işlədir. Əqli imani, əqli roşən, əqli kul. این جهان یک فکرت است از عقل کل عقل کل شاه است و صورتها رسول. نظریه هگل دار çünkü aləm bir dənə nə mənadır? O əqli kulludan nəşət tapıbdır. Ləhsə be ləhsə ini tumar kimin bu aləmdə açılır. Ya əqli əql, çox bəyənir əqli əqli. Elə bir əqli sıxıbsan, məsələn, suyunu çıxaldıbsan, cəvhərəsi və qovhərəsi olubdur əqli əql. عقل عقلند اولیا و عقلها بر مثال اشتران تا انتها. Evliya və onlar işi Allaha yaxındılar. Bunlar mücəssəmə-i əqlidirlər. Əql məzmum, əql nikuhidə, pis əql,
Bunlardan Mevlevi nə təbirlər işlədir? عقل پایسوست، عقل کاذب، عقل موشی، عقل دوراندیش. آزمودم عقل دوراندیش را، بعد از این دیوانه سازم خیش را. من da bunu təcrübə eləmişəm. Bu aqldənsə mən gedib özümü divanəliyə vursam bundan çox yaxşıdır. Bu cür aqli durandiş. Aqli mücəmməd, yəni aqli ki buzlanıbdır der vaxt. Buz tutub bunun tamamını. Aqli əsir, aqli pəst, aqli zirək. Aqli zirək o aqlidir ki Mevlevi ona həmlə gətirir. Aqli müfəlsif, yəni aqli ki fəlsəfə işləndədir. Faqat bəhs edir. Orada səndən məbahis fəlsəfə açır. Pəs bənabərin aqli cüzvi tabir işləndədir. Aqli cüzvi eşq را منکر بود. گرچه بنماید که صاحب سر بود. Hərçənd ki bu arada bir deyir ki mən sirrlərə əl tapmışam. Bəli bilin ki bu eşqi tanımayacaqdır. عقل جزوی عقل استخراج نیست، جز پذیرای فن و محتاج نیست. عقل جزوی o aql deyir ki sən ondan bir şeyləri ala biləsən. Bu özü muhtaç dəslən. Özü gedir ayrı şeylərində alısıca. عقل جزوی عقل را بدنام کرد، کام دنیا مرد را بیکام کرد. Bu aql gəlir o kamil aqli در واقع neynir? Bədnam edir. خب پس bu təbirlərdən də biz çıxaq. Axı görürsüz da beytidə تا زمین و آسمان خندان شود، عقل و روح و دیده صد چندان شود. مولانا deyir ki عقل، روح و دیده ya biniş, baxışıq bu neçə bərabər olacaqdır. Əziz danışıqlar, ruh irtibatında da xub çoxlu işlər görülüb də. Mən yadıma gəlir ki o zaman ki danışıyorduk bir dənə Cihad danışgahı İsfahanda getdi bir filmi pəxş elədi. 22 il bundan qabağın söhbətidir ruh adında. Sonralıqda da bizim öz televizyonumuzdan da pəxş oldu. Hətmən də siz görərsiniz ki orada bir kişi əvvəldə elə filmi başlayanda bir maşın gəlir bunu vurur və bunun ruhu bədənindən ayrılır, durur bunun başının üstündə və buna Hollywoodun der vaqa bunun saxtələrindəndir. Bir yol yavaş biz buna düşünürdük ki eləmək olur ki ruhu neynəsinlər, təsvirə çəksinlər. Eləmək olur ki bunu bir növ təcrübələrlə ələ gətirilsin. Hətta axirin dəstavərdهای پزشکی ilə o ləhzə ki şəxs can verir azımaşqatda zətdə ya bimaristandakı ki o axirin dəstgahlarla ki filmlərini götürürlər, görürlər bir dənə qərə der vaqa bir dənə buxar kimin bunun qulağından ya burundan bir şey çıxdı der vaqa. O həmanda ki məsələn fəlsəfədə də bunun üstündə çox danışılıb da. Məsələn qarın 19-da Dekart bunu təbir eləyəndə deyir bir dənə latif buxardır ki insanın bədənində neynir, gedir və gəlir. Hər halda əgər siz bunu qəbul eləyərsiniz ki bir dənə latif buxardır ki bizim bədənimizi vəsl eləyibdir mavəra o təbiətə, bizim bədənimizə bu hərəkət verir, dəsturu yuxarıdan alır, üstə vəslidir. Bir ləhzə buna deyərlər çıx bədəndən, bədən çıxacaqdır da, bədəndə heç hərəkəti olmayacaqdır. Biz ruha bu cür der vaqa baxmalıyıq. Bəli. Bilirsiniz, bunun özü bir bəhsidir da. Məsələn, Molla Sədra ruhu təbii görür. Bilirsiniz, fəlsəfədə bu cür gəlir. Bəli, təcrübə görür bunu və təbii görür. Mən buna da işarə elədim də, ulum təcrübə də gedib bu səmtəki təqribən halət enerji zayisi vardı və bu o maddədir da, der vaqa bədəndə şəkil tapıbdır. Xub da, həmə həcmi var, boğdu var da onda. Yaxşı da həcmi var, boğdu var, yəni maddədir da, der vaqa o işdə. Can? Niyə tənaquz tapır ki? Bəli.
bəli. Bəli. Axı niyə cür olar ki? Bəli. Bəli. Vallahi dediyim kimi də burada özünüz bilirsiniz. Bir dənə benoyi در واقع bəhsəngiz bir şeydir. Mən bir dənə sual sizin zehninizdə bunu yaraldıram. Bir parada işarələr elədim. Dedim ki, fəlsəfə İslamidə də tərəfdarani vardişi ruhu به سمت maddə aparıblar və bunun heç tənaqüzü olmur. Molla Sədra kimin adam ki, əsfarında gətirir ya خب bunu böyük şagirdlər vardı. Xuda Həzrəti İmam özü iftixar edir ki, məsələn, hikmət-i mütaliə fəlsəfəsində olubdu. O cür bir şəxs və hətta ulum-u təcrübədən də bir dənə misal çəkdim ki, özünüz misal çəkdiniz ki, bədəndən çıxanda məsələn bir cerəmi در واقع bədəndən azalır. Və hər hal bilirsiniz, vaxtı ki aləm-i mavəra o təbiədən gəlir bir şey sənin bədənində oturur, o üstə mümkündür ki, bu qeyri-təbii olsun. Vəli vaxtı sən gəlir bədənində bu zəcrdə olur, bu zəncirdə olur, o در واقع به نوعی حالت طبیعی tapır sənə. Çünki sənin bədənin onu görə halət təbii bunu qəbul eləsin. Əlbəttə çoxlu təhqiqat eləmək olar. Bizim bu sözlərimiz şayət dəqiq söhbətlər bu zəminədə olmasın. Yəsəlunəkə ənir-ruh. Peyğəmbər şimdi adamdan Quranda gəlir ki, ruhun barəsində səndən sual eləyəcəklər. Sən denən ki, Allahın tərəfindən bu bir dənə dəsturdur. Hərçənd ki, Quran özündə ruh be mənayı, ruh həmişə dəyir, ruh be mənayı Cebrail də gəlibdir, mənisində gəlib. Vəli o mənidə ki, nəfəxtu fiyhə min ruhi, yəni mən özümdən, bir para vücudumdan sizin vücudunuzda əmaq qoymuşam. Siz məndənsiz. Siz bu ayəyə gəl, bu cür baxasınız. Mənisi bunun bu cürdür. Əgər biz bunun əmsinə aləti, bu bir aləti enerji tutaqdır, enerji dünyası, maddi bir şeydir, Qur'anın heç farkımız olmayacaq. Sənət verir ki, aləmizdə də, sizə qayələrimiz, bizim də dinimiz və amuzələrimiz ahırı maddiyyədə çəkir. Olar ki, istəqə ispat edir, hər nə mənə bir qolu materialistidir, maddidir. Ruhu da ki, ispat edəsələr ki, maddidir, enerjidir, bizim işimiz tutur. Bəli. Ay Səttarzadə, sən nə mənə deyəcəksin? Sonra müşahidə zatından ayə qiraət edəriz. Təsəvvürən ruhul mühəmmədin. Əgər bu qabil təbdil maddi və təsvir olsaydı, əvvəla bu çiğnidən o var. O در حالی که heç təcrübə sonunda bir fəqət dini o əxirəmə müqaşə olur ki, bu ya bir siyasət icazə verməyib, alt umum olsun, qəzbiyə, ya etibar yox idi. Bilməm fəqət film bərdari və əks bərdari iftir olmuşdur. Binamin əks bərdari belə və ki, kireliyəm. Ki, bunda bəzi kəramatlıcaqları zahirən əksdə göstərmə olur. Məsələn, müqayisə edir. Yəni, xanımın əllərindən əhs salmışdı bura veşinən, qəbl əz vəkili isarətdən və bəd əz vəkili isarətdən. Çünki hali əz işıq və əz dua bunun əllərində o əksdə müqayil olmuşdur. Və hali, hətta əksi gətirmişdir. Biz qeydislərlə, xəyambərlərin əkslərini dövlətində haliyi hətta gəlir. Belə bizim də burada əymən çehrələrinin dilində əkslərdə başlarına nur çəkərir. O, sahibə zamanın əkslərinə tüzar məcalda baxır, bir haliyi nur çəkir. Şad bunu bir məhəbbətdən çəkir. Və orada deyir ki, buna təhlil elmisi var. Ki, bunlar qədimlər bilərmişlər ki, nur İbn-i dövlətinin həkmən vardır. Və bu əşbədari ilə ispat edilmişdir ki, bu nur vaqən Qodsi insanların dövbərində bir nur var. O, düzdür bu cür rəvişlər vardır. Bəli, əgər ruh qabili təbliğ mantıqı olsaydı, buna Allah cəhd deməzdir ki, bu qeyri-qabili şinaxtdır sizə. Ki, məsələn, ondan sonra ayət etməz gəlir ki, büləcaq, kəllatı tə'ləmi, büləcaq, tapacaq. Və bu ayədə bu cür elədir ki, insan, sən ruhuna burada baş çıxartmasan nə mənə. Əgər maddi olsaydı, bu cür olmayacaq. Anlamdır bu ayət.
Arz elədim də, fəlsəfədə də bu 2 dənə baxışıq var. Ay İbrahim Nəcəd. Biri budur ki, bəli, ruh bir dənə məqulədir ki, mavərau təbiədir və mavərau təbiəni biz elmlə buna şənaxt tapamayacaq. Əgər istəyək tapaq, fəlsəfə gərək bizə buna şənaxt versin. Xub, ya mükaşifat-ı irfani və şuhud aləmində sən buna yol tapacaqsan. Siz baxsaz görərsiniz, əslən İslami fəlsəfədə İbn Sina, Farabi, Molla Sədra, İbn Rüşd, Kendi, bunlar hamısı nəfs və ruh barəsində danışıblar və mütəfavit sözləri olubdur. Hətta birdən gəlsəz qərbi fəlsəfədə də görürsünüz, elə Sokrat, Ərəstu, Əflatun, Thomas Aquinas, Saint Augustine, Descartes, filsufan təcrübi, John Locke, Hume ta gəlirlə yetişirlər nəhayət Kanta ki, Kant bu sözü در واقع bir dəfə qutarır və deyir ki, bu mövridlərdə də bəhs eləməyin. Bunlar antiyonomidirlər, cədəliyyət tərəfeynidirlər. Qəzayadırlar ki, bunlar mavərau təbiətə rəbti vardır və siz hətta əqllə də, hətta fəlsəfə ilə də istəyəsiniz bunlara yol tapasınız, tapamayacaqsınız. Həman sözlü şair Səttarzadə deyir. Mən fəqət burada istədim sizə bir faktləri deyəm. Belə bir bəhsləri də olubdur. Belə bir sözləri də olub. Bunlar mənim öz etiqadım deyil ki, sizə deyirəm. Bir guzarişi az əhvalat və ruh şənasi ki olubdur. Məsələn, Acai Əbtəhinin kitablarına baxasınız در زمینه ruh, orada yazılıbdır. Görürsünüz də ki, məsələn, nə tavsifləri eləyir və nə təmsilləri gətirir bu zəminədə. İstəyirəm deyəm ki, bir dənə məqulədir ki, həmçənan məhəllə bəhsidir, məhəllə sualdır. Siz üstündə təəmmül edə bilərsiniz. در این حال bir para təcrübi elmlərdən də bu zəminədə qafil olmuyor. Çünki bilirsiniz, elmi təcrübi gəlir fəlsəfəni yavaş-yavaş itəliyir dala. Yəni bir qədəm itəliyir dala. Birdən fəlsəfə gələndə bir qaideyi verəndə, məsələn, vaxtı deyir ki, iadə-i mədum məhal است, bir dənə qaideyi fəlsəfədir. Oradan elm gəlir deyir ki, qanunu bəqai enerji varmış. Aləmdə hər şey məhv olmuş. Hər şey mandegardır. Heç şey yaradan getmir. Təvəccüh edirsiniz. Pəs bənabərin o qaideyi fəlsəfçi iadə-i mədumun barəsindədir. Onu neynir? Elmi təcrübə yavaş-yavaş itəliyir dala. O neynir? Ərzəndam eləyənmir. Gər o birisi qaydahay fəlsəfin irtibatında danışır. Mümkündür, məsələn, elm bir gün səhər gələ deyə ictimai ziddeyn məhaləst. Onun irtibatında elm gələ bir para. Kəşfiyyat-ı əlvira neyniyə, o qaidəni neyniyə, laxlada dəlvağa fəlsəfədə. Bu ittifaqlar çox düşür. Pəs, icazə versəz, mən bir beyti də oxuyum. Ay Məlikbur, müvafiqsiz də. Bir beyti də oxuyum, sonra bir qəzəl-i də Şəhriyardan oxuyacaq, klasımızı qutaracaq. Buyurun. Bunlar üçün zəbt olur, ayəmədir sualları. Bunu yaxınladır. Dostlar ki, suallar zəbt olur, suallar da zəbt olsun. Çətrəz. Bəli. O, siz buyurduğun bərəqsin dedi ki, o əlbəttə məbani irfani ilə danışırdı. Mutalat-ı təxəssüsi irfanisi var. Da ruhanında qumda olar işlənir. Hərdən ayda bir ikisiyə gəlir Təbrizə. Təxəssüsi irfani mutalat var. Deyirdi ki, o bərəqsi. Siz ruhe buyurdunuz ki, ruh munşəibəz. Hala munşəib ruh mərtəbəyə cismidir, noyə cismidir. O bərəqsin dedi. Dedi, cism mərtəbəyə ruhdur. در həqiqət bizim fəlsəfə İslamımızdan da bu əqidə düzdür. Bizim daha qaidəmiz var, bir namı qaidə imkanı əşrəf. Biz əşhadan üstə getmirik ki, ruh mərtəbəyə cism olsun. İmkanı əşrəfdə biz üstdən əşhaya gəlirik. Yəni, pəst tərin dərəcəyə vücud mərtəbəyə vücud mütalidir. در həqiqət həman cism halət məhdud və müncəmid ruhdur. Halət rəqiqtəri cismini demək olar. Mərtəbəyə budur. Bunu mən istədim əzizəm xidmət. Ayəşbər, yorulmayıbsınız ki?
Bir beyti də oxuyarıq. La tukellifni fe inni fil fena kellet efhami fela uhsi sana. La tukellifni yəni məni məcbur eləməyin. La tukellifni yəni məcbur eləməyin. Təklif yəni icbar eləməkdir. La yukellifullahu nəfsən illa vus'aha. Şu Quranda gəlibdir. Mən bu sözlər işi yavaş-yavaş deyirəm də özümdən çıxıram bu sözlərdir. Kəllət əfhami. Kəllət, kəlil və mənə yorulmaq. Mənim düşüncələrim də yorulublar. Fəla uhsi sənə. Mən eləyəmirəm ki, da sənin həmd o sənayin eləyəm, dilə gətirəm və sayam. Bu la uhsi sənanı biz həm səhifə-i Səccadiyyədə görürük ki, İmam-ı Səccad o həman duayı əvvəlində ki, həmd o سپاس بارده دعای دوم در مدح پیامبرده دعای سوم در مدح و ستایش حملت العرش ده bir cür idamə tapır ta yaxın və 52 dənə duadır və mən tövsiyə edirəm ki, həttəmən xəlvət ləhzələrinizdə səhifədən uzaq düşməyəsiniz və ondan oxuyasınız, görərsiniz ki, orada nə məarif vardır. Bir para İrfani kitablarımızda da gəlib ki, Allahumma inni a'uzu bika min səxatik. Mən sənin hislənməyindən sənin özə pənah gətirəm. A'uzu bi muafatik min uqubatik. Sənin o uqubətindən ki, mənim başıma gələcək, ondan sənin bəxşişivə pənah gətirəm. A'uzu bika mink. Özündən sənə pənah gətirəm. La uhsi səna'an alayk. Bu həman təbirdir ki, Mevlavicə. La uhsi səna'an alayk. Sənin həmd o sitayişi əslən mən saya biləm mənəm. Yəni bu saya gəlməz. Pəs bu təbir در واقع خب işlənibdir. İstəmə məndən Ay Heydər Əbbasi buyurur ki, İstəmə məndən dedim mən itmişəm. İstəmə məndən dedim mən itmişəm. Say nədir? Fəhmin daşın mən atmışam. Fəhmin daşın mən atmışam. Kəllə təfhami fəla uhsi sənə. Xub biz vədə verdik ki, tənha bir beyt oxuyaq. O beyti də oxuduq, icazə versəz. Sözləri bir çün Mevlana'nın sözü sərasər eşqidir da. Şəhriyardan da elə eşqin barəsində bir qəzəli oxuyaq və cələsəmizi qutaraq. Məruf şeiridir, eşidibsiz də, sən yarımın qasidisən. Sən yarımın qasidisən, əyləş sənə çay demişəm. Xiyalini göndəribdir, bəs ki mən axvay demişəm. Xiyalini göndəribdir, Şəhriyar ola bilər ki, hafizdən alsın, çox yaxındır da hafizdən. باور نکنی امشب خیال خودت را بفرست. belə bir məzmunda hafiz gətirir də. Xiyalını göndəribdir. Bəs ki mən axvay demişəm. Ax gecələr yatmamışam, sənə lay lay demişəm. Sən yatalı mən gözümə ulduzları say demişəm. Sən ulduz deyə hər kəs, özüm sənə ay demişəm. Səndən sonra həyata mən şirin desə zay demişəm. Zay təlxdə, təlxi türküdə tərcümə edin. Görürsünüz də nə gözəl işlər. Zay demişəm. Hər gözəldən bir gül alıb, sən gözələ pay demişəm. Sənin gün tək batmağıvı ay batana tay demişəm. Ay batan o kəndini. İndi yaya qış deyərəm, sabit qışa yay demişəm.
Gah toyuğu yada salıb, mən dəli nay demişəm. Sonra genə yasa batıb, ağları hay demişəm. Ətək dolu dərya kimi, göz yaşıma çay demişəm. Ömrü sürən mən qərə gün, ah demişəm, vay demişəm. Gələn cələsiyə kimin sizi Allaha tapşırır. Salavat. Tamam ona beyt edir ki, Xaqaninin deyirdim.